4 il, 6 il, bəzən magistraturaya qədər oxuyanlar tanıyıram. Bitirəndən sonra gedir ticarət sahəsində fəaliyyət göstərir. Yəni 10 il niyə oxuyursan? Bir nəfər tanıyıram, tibb universitetini bitirdi. Atasının məcburiyyəti ilə. Bitirəndən sonra adam getdi mağazaların birində ayaqqabı satmağa. Fərqi hiss edirsiniz? Adam özünü orada görmürdü, özünü ticarətdə görürdü. Tibb universitetini valideynin məcburiyyəti ilə oxudu. Sonra biraz böyüyəndən sonra artıq yekə kişidir, valideyn bunu məcbur eləyə bilmir. Adam istədiyi peşənin arxasınca getdi, bir mağazada ayaqqabı satmağa başladı. Yəni sən elə əvvəlin ayaqqabı satmaq idisə, elə əvvəldən bu yolu seçərdin. 10 ildən sonra da sənin bəlkə öz mağazanda olardı. Ona görə bu mövzularda valideynlər də çox uşağı sıxmaqla deyil. Düzdür, hər sevdiyin işdə uğur gətirmir. Bu məsələ var, bunu da nəzərə almaq lazımdır. Yəni həyat da belə deyil də. Yəni ancaq mən sevdiyim işi görüm, nəticəyə çatacağam. Yox, bu deyil. Bunu da düşünün. Ancaq sevdiyim işlə yaşayım. Sən sonun heç nə nəticəsiz bir insan kimi olacaqsan. Bunu da düşünmək lazımdır. Sən ümumiyyətlə bunu bitirəndən sonra bu sahədə sən işləyəcəksən yoxsa yox? Əgər işləməyəcəksənsə, sən atan, anan, kimsə sizi məcbur eləsə də o yola getməyin. Çünki 4 ildən sonra sən oranı bitirirsən və deyirsən ki, bu mənim sevmədiyim sahədir və arxada 4 ilvi sən boş yerinə yaşamısan da, boş yerinə keçirmisən. Yəni bu bir gün deyil, bir ay deyil, 4 il, 6 il, bəzən magistraturaya qədər oxuyanlar tanıyıram. Bəzən PhD alırlar, fəlsəfə doktoru olurlar. Ömrünü qoyub bir 10 il xərcləyib, bitirəndən sonra gedir ticarət sahəsində fəaliyyət göstərir. Yəni 10 il niyə oxuyursan? Elə ondan sonra get ticarətə aid bir sahədə fəaliyyət göstər. Ona görə bu səhvi sizlər buraxmayın. Bizlər çox buraxmışıq, indi də çoxları buraxır.